15-16 noyabr tarixlərində ölkəmizdə sadəcə 6-cı beynəlxalq Aikido seminarı keçirilib. Judo Klub 2012-nin ev sahibliyi ilə keçirilən tədbirdə Azərbaycanla yanaşı Türkiyəli tatami ustaları da bacarıqlarını sərgiləyiblər. Seminara müxtəlif yaşlı iştirakçılar qatılıblar. Bu nüans isə ölkəmizdə son zamanlar Aikidoya marağın artdığının nümunəsidir. Seminarın əsas təşkilatçısı olan Avrasiya Aikido Təşkilatının texniki direktoru Nebi Vural tədbiri belə dəyərləndirib. Organizasyonumuz 1996'dan beri Azerbaycan'da geliyorum ben. İlk defa gelmiyorum yani. Ta her sene. Ondan sonra buradaki seminer ve Türkiye'den de şu anda 40'ın üzerinde katılımcı var. Çünkü biliyorsunuz Türkiye ile Azerbaycan arasındaki ilişkiler kardeşlik, dostluk bağından dolayı bu bir gelişim semineri. Herkes açık, her seviyedeki insanların gelip burada çalışabilmesi için biz de bildiklerimizi onlarla paylaşıyoruz. Daha da ileriye gitsinler diye. Şunu da söylemek gerekir ki organizasyonda çalışan arkadaşlar hepsi çok kaliteli. Azərbaycan Avrasiya Aikido və Budo Mərkəzinin sədri Nazim Əliyev isə bunları deyib. Deməli, bizdə seminarda iştirak edirlər Türkiyədən, qardaş Türkiyədən, Slovakiyədən, Moskvadan, İsraildən olur qonaqlarımız gəlirlər. Aikido seminarı məqsədi odur ki, Aikidonu Azərbaycanda dairə inkişaf eləmək, çoxlu cavan, fərq eləmir, yaşdan sonra Aikido məşğul olur. Çoxlu insan yəni kütləsi gəlib Aikidonu məşğul eləsinlər və öz sağlamlığa baxsınlar, düzgün həyat tərzi aparsınlar. Qeyd edək ki, seminarın yekununda iştirakçılara sertifikat və təşəkkürnamələr təqdim olunub.